Salam əziz və dəyərli izləyicilərim, yaxın əyləşin. Bugün nələr aldım? Valbrisdən sifarişlərim gəldi. Ən əsası suallar gəlir ki, ASD fraksiya 2-ni, ASD fraksiya 3-ü Məryəm xanım siz hardan alırsınız və başqa nələr aldım maraqlı. Hər birini indi sizlərlə bölüşəcəm. Diqqətiniz videoda olsun. Getdik. Mənim əzizlərim, bunlar konuslu penoplastdan hazırlanmış yolka belə yolka figurlarıdır. Keçən il video paylaşmışdım. Baxmayanlar üçün videonun üstündə qoyacağım. Yeni il stolu üçün bunlardan çox gözəl bəzəklər düzəldirik. Qırmızı balaca çili pomidorundan, çiyələkdən cürbəcürlərini düzəltmişdim. İkisi evdə var idi, ikisini də sifariş elədim. Yəni sizlər də düzəldə bilərsiniz. Videonun üstündə qoyacağım, baxarsınız. Bu yolkalarım. Mənim əzizlərim, bunlar isə indi göstərəcəm. Uşaq yeməkləridir, smes. Mənim oğlum çox arıqdır, 21 yaşı var. Heç nə ona əhsad yedizdirə bilmədiyim üçün tez-tez bunu da videonun üstünə qoyacağım. İstən konfet düzəldirəm, çox kaloriyalı olur, çox dadlı, ləzzətli olur. Kökəlmək istəyənlər dediyim kimi videonun üstündə qoyacağım. Baxın, sizə göstərim. 2 korobka zakaz eləmişəm, sifariş eləmişəm. Mağazalarda da olur. Baxın, malyutka. 2 korobkadır. Əzizlərim, məni tanıyanlar bilir ki, mənim həyatım kitablarla yoğrulub. 53 yaşım var. Gecə də oxuyuram, gündüz də oxuyuram. Oxumaqdan doymuram. Bu kitabım isə, bu dəfəki sifarişim isə deməli qızıl kniqadır, qızıl kitabdır. Deməli bütün dünyada tanınmış təbiblərin, düzdür, mən diyetoloq, nutrisioloqam, həm də araşdırmacı. Birinci sənətim belə deyim də, təhsilim müəlliməyəm, amma işləməmişəm. Bağça müəlliməsiyəm, işləməmişəm. İkinci təhsilim diyetoloq, nutrisioloq, özdə Rusiyada oxumuşam. Üçüncü təhsilim isə təbib, yəni türkə çarələr araşdırmacısı, belə deyim, xalq təbabəti üzrə mütəxəssis. Və bu kitabda da bütün dünya üzrə mənim kimi çox bilikli, bilim insanları olan təbiblərin kitab yazıları var. Yəni bu kitabı da sifariş elədim. Qoyacağım üstündə, baxarsınız. İstəsəniz Rusiyada yaşayanlar Valbrisdən sifariş edə bilərsiniz. Sizlər isə Azərbaycanda çox güman ki, Valbris kimi yer var, Temu, oradan sifariş edə bilərsiniz. ASD fraksiya 3-dür. Dermatitə, allergiyaya, bir çox sağalmayan yaralara aiddir. Bunu mən bir yaxın tanışım üçün almışam. Sağalmayan yarası var. Azərbaycana göndərəcəm. Çünki Azərbaycanda yoxdur. Üstündə şəklini qoyacağım. ASD 1, ASD 2 daxilə qəbul etmək üçün də indi onu da göstərəcəm. Özünüz bilərsiniz. Mən heç kimə demirəm qəbul eləyin. Biz özümüz qəbul eləyirik. Və bunu da il yarası olanlar var. Çox gözəl təsir eləyir, çox gözəl kömək eləyir. Onun üçün almışam. Çox yaxın adamdır və göndərəcəm Azərbaycana. Bu oldu ASD 3-ün mazı. Bu isə əzizlərim ASD 2-dir. Az qalmışdı. Deməli, içib az qalanda mən tez sifariş eləyirəm. Amma Azərbaycanda bilmirəm. Temuda inanmıram bu olsun. Bu da mənim ASD 2 fraksiyam. Yəni dediyim kimi bunu da videonun üstünə qoyacağım. Biz ailəliklə içirik. Bütün qohumlarımız, tanışlarımız, dostlarımız hamısı içirlər. Siz özünüz bilərsiniz. İndi internetdə ASD fraksiya 2 yazan kimi cürbəcür videolar çıxır. Məsləhət bilsəniz araşdırıb içərsiniz. Əgər məsləhət bilsəniz, bilməsəniz özünüz bilən məsləhətdir. Bu isə əzizlərim, cəmi hamilələr sağ-salamat qutarsın, gözəl ana olmalarını Allah qismət eləsin, balalarını sağ-salamat qucaqlarına alsınlar. Hər birinizdən üzr istəyirəm, qızım da inşallah Allah qismət eləsə 4 aydan sonra məni nənə edəcək, inşallah Allah qismət edərsə, onun üçün almışıq, bu hamilələr üçündür, sonra da istifadə eləmək olar. Bir gün bunun üçün də video çəkəcəm, çox gözəl bir şeydir, üstündə qoyacağım videosunu. Yəni ki, ağırlıq düşmür, mütləqdir, həkim məsləhət bildi ki, bu bantajı hamilələr üçün olan bantaj taxılmalıdır. Mənim əzizlərim, bütün bu göstərdiyim şeylər haqqında mənim əslində TikTok, YouTube, Facebook, Instagram səhifələrimdə açıq, geniş videolarım var. Baxın, malyutka göstərdim sizə smes, ona marojna, yağ əlavə olunur. Dediyim kimi videonun üstündə qoyacağım. Balaca uşaqlara da verə bilərsiniz ki, yaxşı çəki artsın, qanı qalxsın. Çox gözəl bir şeydir. ASD haqqında da bütün məlumatlar var və bütün bunlara hardasa Azərbaycan pulu ilə bilirəm ki, sual verəcəksiniz. 200 manata yaxın pul verdim. Amma hamısı da vacib və lazımlı şeylərdir.
bilirsiniz ki, hər bir şeyimi sizlərlə bölüşürəm. Başqa qızıl qaydalarımı da öyrənmək istəsəniz mənim əzizlərim, ki, mən dediyim kimi bir mütəxəssis olaraq qrupuma girənlərə, istər xanımlar üçün qrup olsun, istər bəylər üçün qrup olsun, mən orada ancaq sağlamlıq şeyləri paylaşıram. Yəni ki, mən də başqa bəzi 80% dietoloqlar qruplarına girən kimi sizə deyir ki, Sena çayını yeməyin üstünə tök yi, həftədə bir dəfə aclıq otu iç, maqni sulfat tuzu iç. Bunlar dəhşət saçır. Çünki bağırsağımızda canlı cansız bakteriyalar var. Canlı bizim üçün lazımdır. İmmun sistemimiz üçün cavabdehdir. Siz onları da yub aparırsınız, bağırsağınızın mikroflorasını pozursunuz, selikli qışasını zədələyirsiniz. Arıqlama çayı, arıqlama kofesi içməklə mən bunları da satmıram, qrupumda qadağandır. Mənim əzizlərim, acılıq etmək də mənim qrupumda qadağandır. Ay su diyeti saxla, ay bir gün almayı su iç. Çünki yenə də deyirəm, immun sistemimiz ordu şəklində durur ki, hər bir insanın, hətta uşaqların belə orqanizmində xərçə hüceyrəsi var. Amma immun sistemimiz özü gəzir, onu tapır, yerindəcə məhv eləyir. Əgər immun sistemimiz qaydasındadırsa, siz isə o qarın açan vasitələrdən Bisakodil, Zatsena istifadə edəndə bütün yub aparırsınız lazım olan canlı bakteriyaları, immun sisteminizi öldürürsünüz. Həmən o içdiyiniz arıqlama çayı ilə, arıqlama kofesi ilə kimlərisə varlandırırsınız, özünüzü isə xəstə salırsınız. Amma mənim qrupumda bütün bunlar yoxdur, buyura bilərsiniz və Azərbaycanda heç kimdə belə bir qrup yoxdur ki, bircə dəfə 20 manat ödəyirsiniz, bir il qrupumda qalırsınız. Təsəvvür edə bilirsiniz, ili 20 manata. Buyura bilərsiniz. Amma nömrəmi qrupun videonun üstündə qoya bilmədiyim üçün icazə yoxdur. Səsli şəkildə deyəcəm. Baxın, istər kənddən, Azərbaycandan, dünyanın xarici ölkələrdən, Rusiyadan, hardan yazırsınızsa yazın, nömrəni hardan yaddaşa salırsınızsa salın. Amma mən necə izah edirəmsə o cürə yaddaşa salın. Özünüzdən nömrənin əvvəlinə 00, 994, 50, 70 əlavə etməyin. Nömrələrin arasına tireylər qoymayın, yoxsa tapmayacaqsınız. Rusiyanın WhatsApp nömrəsidir. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın ki, qrupdakilərin hamısını elə yönləndirmişəm. Şükürsüz durmurlar artıq ayağa yerlərindən. Siz də bu cürə olun. Şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın. Şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.